Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi şəhid ailələri və müharibə veteranları üçün özünü məşğulluq proqramı çərçivəsində yaradılmış kiçik təsərrüfatlara növbəti mediatur təşkil edib. Media nümayəndələri bu dəfə proqramın dəstəyi ilə Masallıda şəhid ailəsi üzvləri və müharibə veteranları üçün qurulmuş kiçik təsərrüfatlarla tanış olublar. Qeyd olunub ki, post-müharibə dövründə şəhid ailələrinin üzvləri və müharibə iştirakçılarından 27800 nəfərin məşğulluğu təmin edilib, onlardan 13300-ü üçün özünü məşğulluq proqramı çərçivəsində kiçik bizneslər yaradılıb. 13200 nəfər münasib işlərlə təmin edilib, 1300 nəfər üçün isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kursları təşkil olunub. Ümumilikdə görülən işlər çərçivəsində 27800-dən çox şəxsin məşğulluğuna dəstək göstərilib. Məhz bu kateqoriyadan olan, bu gün də elə media nümayəndələrinin iştirakı ilə Masallı rayonunda özünü məşğulluq proqramına cəlb olunmuş bir qrup şəhid ailəsi üzvü və müharibə veteranları üçün yaradılmış təsərrüfatlarla tanışlıq oldu. Qeyd edeyim ki, bu şəxslər həm kənd təsərrüfatı, həm də istehsal və xidmət istiqamətləri üzrə bu proqrama cəlb edilirlər və onlara müəyyən mərhələləri keçəndən sonra öz işlərini, sizin də bugün gördüyünüz kimi öz təsərrüfatlarını qurmaları üçün lazım olan avadanlıqlar təqdim olunur və uğurlu fəaliyyət göstərən şəxslərin öz bizneslərini böyütmələrinə də daha sonra dəstək göstərilir. Özünü məşğulluq proqramını təkcə qeyd eləsə, ümumilikdə Vətən müharibəsindən sonraki dövrdə 13 mindən çox şəxsə, məhz bu kateqoriyadan olan şəxsə mal və materiallar verilməklə onlar üçün kiçik təsərrüfatlar, kiçik biznes sahələri yaradılıb. Media nümayəndələri əvvəlcə Vətən müharibəsi veteranı Qulam Hüseyn Mirzəyevin xidmət sahəsində olublar. O, özünü məşğulluq proqramı çərçivəsində avadanlıqlarla təmin olunaraq kiçik foto ateliyesini yaradıb. Mən 2008-dən bu foto-videoqraf sahəsindəyəm. 2020-ci ildə Dövlət Məşğulluq Agentliyinə müraciət eləmişəm, növbəyə durmuşam. 2020-nin oktyabr aylarında Vətən müharibəsində iştirak eləmişəm. Cəbrayıl və Qubadlı istiqamətində gedən döyüşlərdə döyüşmüşəm. Müharibədən sonra gəlmişəm rayonuma. Məni növbədən kənar Dövlət Məşğulluq Agentliyi növbədən kənar çağırıb və avadanlıqlarla təmin eləyib və artıq mən 4 ildir avadanlıqla təmin olmuşam və öz kiçik biznesimi böyüdüb bu fotostudiyanı özüm üçün yaratmışam. Jurnalistlər Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Səməndər İskəndərovun atası Vahid İskəndərov və müharibə veteranı Ədalət Məmmədov üçün yaradılmış kiçik təsərrüfatlarla da tanış olublar. Özünü məşğulluq proqramı üzrə aktivlərlə təmin edilərək Vahid İskəndərov avtomobil şinlərinin bərpası və təmiri xidmətləri, Ədalət Məmmədov isə avtotəmizləmə xidmətləri istiqamətləri üzrə kiçik biznes sahələrini qurublar. Məşğulluğa müraciət elədim, ərizə yazdım, verdim. Yəni bu 40 gün ərzində gətirdilər, mənə təhvil verdilər. Yəni açdıq. Həqiqətən də o qədər çox gözəl, müasir idi. Yəni biz üçün düzdür, əvvəli çətin oldu. Əlləşdik üstündə çox gözəl oldu. İndi demək olar ki, təmiz paltarla işləyirik. Görürsünüz də bizim üstümüzdəki paltarlar. Amma əvvəllər formalar geyinirdik, batırdı, əziyyət çəkirdi, yağın mazotun içində. İndi ki, müəllimlə daha doğrusu gülmək çıxmasın, bizim aramızda elə də o qədər fərqi yoxdur. Üstü başımız gül kimi, təmiz, səliqəli. Vətən müharibəsindən əvvəl özüm moyka işlə məşğul olurdum. Avadanlıqlarım zəif idi, yaxşı deyildi. Gələndən sonra məşğulluğa müraciət elədim və məni yeni avadanlıqlarla təmin edilər. 5 gün dərs keçdi, imtahanlar oldu və normal aparatlardır, işlədirik, maşınlara müraciət edirik, onları yuyuruq, istifadə edirik, normaldır. Proqram iştirakçıları dövlətin dəstəyini hər zaman hiss etdiklərini, onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan işlərə, təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə minnətdarlıqlarını bildiriblər.